Lənkəran rayonu ərazisində olan meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı kimyəvi və aqrotexniki mübarizə işləri davam etdirilir. Rayon Bitki Mühafizə İdarəsinin rəisi Ceyhun Qasımovun sözlərinə görə xəstəliklərin geniş yayılmaması və qarşısını daha tez almaq üçün bu cür tədbirlər vaxtaşırı keçirilməlidir. Çünki hər mövsüm özü ilə bərabər müxtəlif xəstəlik və zərərvericilər də gətirir. Belə ki, xəstəliklərdən unlu-şeh, dəmgil, klaidosporiyoz və başqa xəstəliklərdir. Zərərvericilərdən gənələrdir, yastıcalardır, mənənə və yarpaq bitləri və başqa zərərvericilərdir. Bununla yanaşı alaq otlarının təmizlənməsi, budama işləri kimi aqrotexniki qulluq qaydalarına da düzgün riayət olunmalıdır. Mütəxəssisin sözlərinə görə kimyəvi dərmanlama zamanı dozanın dəqiq seçilməsi də vacib şərtlərdən sayılır. Əks təqdirdə effekt olmaz. Qarşımızda gələn payız və qış tədbirlərinin əsasən xəstəliklərə qarşı bordo məhluluna, yəni göy daşın istifadə olunması, zərərvericilərə qarşı yarpaq tökülənlərdən sonra müxtəlif kimyəvi preparatlarla, məsələn, mineral yağlarla, qış və yazlıq mineral yağlarla mübarizə aparılması səmərə verir. Meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı yay mübarizə tədbirləri sentyabr ayının ortalarına qədər davam etdiriləcək. Pərvanə Əliyeva, Yusif Səmədli, Şahin Mirzəyev, Lənkəran.